İtalyalı bir keşiş də görün neynədi. Papadır, keşişdir. 7 saat ayaq üstə durdu. 7 saat papa, keşiş ayaq üstə durdu və başladı Fələstində, Qəzzədə şəhid olan uşaqların adını çəkməyə. Cəmaata dedi, mən bu dəfə sizə moizə oxumayacağam, belə deyək. Gəlməmişəm sizə İncildən, Bibliyadan, İsa əleyhissalamdan danışam. Sizə mən Fələstinli uşaqların adlarını oxuyacağam. Yaşlı bir papa, keşiş 7 saat ayaq üstə durmaq sizə zarafat gəlməsin. 7 saat ayaq üstə durdu və 12.311 uşağın adını oxudu. Oxuduğu səhifələr də 369 səhifə idi. Ona qulaq asanların hövsələsi yox idi orada. Ancaq uşaq adı, şəhid adı, uşaq adı, şəhid adı, körpə adı, məsum adı. Dalbadal 12.000 neçə uşağın adını saydı. Keşişdir, papadır. Papa 7 saat ayaq üstə durur. Amma adını İslam, müsəlman, müfti, baş müfti, nə adın qoyan, Quran oxuyan, əzbər bilən bir adam Fələstin üçün bir dəfə danışmadı. Halbuki o Fələstin körpələr elə əhl-i sünnə müsəlman balaları idi.